Hörmətli qonaqlar və forum iştirakçıları, indi isə çox maraqlı bir mövzu ilə bağlı olaraq Tural Abbasovu dəvət edəcəm səhnəyə. Tural Abbasov müasir təhsil kompleksinin icraçı direktorudur. Müasir məktəb idarəçiliyi, təhsildə innovativ yanaşmalar və texnologiyanın inteqrasiyası barədə Tural bəyin çıxışını dinləyirik. Təşəkkür edirəm Güney xanım, çox sağ olun. Mən sizə tam qoşuluram. Həmişə belə auditoriyada çıxış eləmək çox həyəcanlıdır. Mən də hazırda həddindən artıq həyəcanlıyam. Bir-iki texniki problemimiz vardı. Ümid edirəm ki, hazırladığımız prezentasiyanı tam mahiyyətindən çatdıra biləcəyik. İki formada hazırlamışdıq, amma birinci forma alınsa daha gözəl olar. Əla. Mən bunu idarə edə bilirəm də sağa sola. Yoxluyum. Möhtəşəm. Əla. Çox sağ olun uşaqlar. Təşəkkür edirəm. Deməli, başlamamışdan fikrim yox idi bu mövzuya toxunmaq, amma məndən əvvəl çıxış eləyənlər Elnur müəllim demiş, məni belə deyim, bir növ maraqlandırdılar ki, mən bu mövzunu mütləq qeyd edeyim. Ümumiyyətlə, çıxışım bəzi hekayələr üzərində qurulub. Bu, mənim şəxsi hekayəm kimi də baxa bilərsiniz, öyrənmə macəram kimi də baxa bilərsiniz, Zoom'un hekayəsi kimi baxa bilərsiniz, Elnur'un hekayəsi var orada, Elnur Əliyevin yox, özü burada yoxdur, Elnur'un hekayəsi var, 14 yaşlı şagirddir, mənim təxəyyülümdür, onun hekayəsi var. Hekayələrdən ibarətdir, amma belə deyək, ən mesajımızı ən sonda verəcək ki, niyə formatı belə qoymuşuq. Sadəcə olaraq bir dənə də məsələ var bu hekayələrin hazırlanmasında. Bizim məktəb bilirsiniz ki, beynəlxalq məktəbə transformasiya yolunda son 7 ildir yol gedir. Ölkənin ilk özəl məktəbidir. Heydər Əliyevin adını daşıyan ilk yeganə özəl məktəbik. Biz özümüzü milli brend hesab edirik. Beynəlxalq təşəbbüslərdən sadəcə olaraq istifadə edirik. Və belə bir lozungumuz var ki, Heydər Əliyev adına məktub olmaq özü ayrıca bir missiyadır deyib yolumuza davam edirik. Özümüzə məxsus innovasiyalarımız var. Təbii ki, onların heç hamısını burada paylaşmaq fikrimiz yoxdur. Amma lozungumuzda orada gördüyünüz kimi tətbiq et, öyrən, paylaş olmasına baxmayaraq bəzi məsələləri ikilikdə müzakirə eləməyə və yaxud da ki, qrup şəklində müzakirə eləməyə hazırıq. Məndən öncə danışanlardan biri qeyd elədi ki, belə platformaların yaranması çox vacibdir. Mən Şəmil müəllimə təşəkkür edirəm dəvət üçün, belə bir platformanı yaratdığı üçün. Hamınızı salamlayıram. Asif müəllim, sizin qarşınızda baş əyirəm. Asif müəllim mənim müəllimimdir. Məni həmişə danlayırdı ki, öyrən lazım olacaq. Açığı mən təhsildə qalacağımı düşünmürdüm. Bu bir daha sübut elədi ki, Asif müəllim necə dahi insandır. O hiss eləyirmiş ki, məndən nəsə ola bilər. Mən də yolda inşallah ki, davam edirəm, öyrənməyə çalışıram. Qeyd eləmək istədiyim məsələ nədir? Deməli, Berkeley Universitetinin Universal Education deyilən bir mərkəzi var. Onun tərkibində təhsillə aid, daha doğrusu Brookings deyilən bir mərkəzi var. Onun içində Universal Education deyilən bir mərkəz var. Mən sizi şiddətlə tövsiyə edirəm o mərkəzin publicationlarını oxumağa. Çünki mən onu oxuduqdan sonra da OECD-ni çox nadir hallarda izləyirəm. Üfüqümüzü geniş saxlamaqdan ötürü. Mənim hekayəm başlayır həmən o Berkeley'dən, yəni Amerikanın qərb sahillərindən, bitir Avstraliyadakı Melbourne Universitetində. Orada da Asif müəllimin də tanıdığı çox hörmətli Pasi Salzberg professor çalışır, Professor Milligan çalışır. Bu insanlarla ünsiyyətdə olmaq, inandırım sizi, çox möhtəşəmdir və bu dəqiqə dünya elədir ki, çox əlçatandır. Siz LinkedIn-də sadəcə onlara yazıb, məsələn, mən Michael Fullan'dan yazışırım. Bu mənim üçün xəyal idi, amma indi texnologiyanın inkişafına görə doğrudan da dünya çox kiçikdir. Təqdim edəcəyim təqdimatın da elə bir növ mahiyyəti də odur. İstəyirəm ki, dünyanı gözümüzdə kiçildək, çox da böyütməyək, yəni demystification eləyək. Bu da topikimlə bağlıdır, çünki innovasiyanın ilk mərhələlərindən sonraki mərhələ, yəni ideya gəlir ağlınıza, ondan sonraki mərhələ məhz demystification'dır, ingilis dilində desək. Bizim dildə mifləri məhv eləməkdir və rəhmətlik böyük usta, alim Kurt Lewin'in dediyi, Şamil müəllimin maraqlandığı şəxs,
təşkilatı inkişaf konsepsiyasının atası sayılır. Çox qısa ömrü ərzində Nazi hökumətindən qaçıb Amerikada yerləşmiş bir dahi insandır. Onun nəzəriyyəsində bilirsiniz, freeze-defreeze məsələləri var. Yəni, bütün alqoritmlər eyni işləyir. Bütün alqoritmlər eynidir. Qiymətləndirmədə də Elnur müəllimin çıxışında da gördük. Biz dizayn eləməliyik, biz belə deyim, sekvenslər verməliyik, biz mərhələli yanaşmalıyıq. Bu işin mahiyyətində belədir. Sadəcə olaraq həmən Brookingsdən bir məsələni deyim, hansı ki, məhz bu yanaşmaya görə CIS, məşhur Beynəlxalq Məktəblər Şurası, hansı ki, bizi akreditasiya edir, özünün yeni konseptini hazırlayıb. Mən 2 həftə qabaq ondan baş ofisində olmuşam, oradan gətirmişəm sizə təzə məlumatı. Bu arada Asif müəllimə təşəkkür edirəm, o doğrudan da neçə ildir VUCA, BANI barədə danışır. Amma biləsiniz ki, belə bir məlumatı deyim, Asif müəllimin böyüklüyünü göstərmək üçün nə qədər bacarsam. Deməli, VUCA və BANI yanaşması hazırda CIS-in hazırladığı yeni akreditasiya platformasının əsas konseptual mərkəzidir. Və mənim oxuduğum institutdan da onlar çox sıx əməkdaşlıq edirlər Teachers College-la və mən çox şadam buna və bu Brookingsin dəyişməyinə də çox şadam. Çünki mən 3 il bundan qabaq bunları biraz review eləyəndə onlar barədə yaxşı şeylər yazmamışdım bizim TC-nin review platformasında. Amma indi onlara yeni rəhbər gəlib, Mintrop. O doğrudan dəyişib məsələn. Deməli, nədir məsələ? Təhsilin məqsədi ilə bağlı Brookings 5 dənə əsas məsələni qoyur ki, təhsilin məqsədi nədir? İndi onları sizə oxuyuram, amma sonra istəsəz danışarıq, istəsəz fikirləşərsiniz bu barədə. 1. Təhsil iqtisadi inkişaf üçün məqsəd daşıyır. 2. Təhsil milli kimliyi və vətəndaş əməkdaşlığını tətikləyir. 3. Təhsil kritik, belə deyim də, liberal azadlıq və düşüncələrə gətirib çıxardır. Təhsil 4. Well-being, yəni sağlam olmaq və çiçəklənmək, flourishment ona gətirir və bu flourish-i də xüsusi qeyd edirəm. Çünki açın oxuyun, OECD-nin 5 gün bundan qabaq bir reportu çıxıb flourish-dən danışırlar. Axır vaxtlar flourish sözünü çox eşidirəm beynəlxalq ritorikada və bu da Brookings-də var ki, biz təhsili o məqsədə də istifadə edə bilərik. 5-ci məqsəd isə mədəni və Asmən səhv eləmirəmsə bəxş səriştələrdə qoymuşdu. Spiritual sözünün Azərbaycan dilinə yaxşı tərcüməsi idi. Yəni mənəvi deyək, amma siz daha yaxşı terminlə istifadə edəcək, adı yadımdan çıxdı. Ruhanilik, bəli, təşəkkür edirəm. O istiqamətdə, yəni mədəni müxtəlif. Bu 5 məqsəddən biri ola bilər təhsilin məqsədi və biz də təhsil platformamızı hazırlayanda ondan istifadə edə bilərik. Əla. Necəsiz? Yaxşısınız? Bir dənə alqışlayaq özümüzü. Xoş gördük hamınızı. Təşəkkür edirəm. Doğrudan həyəcanlıdır burada olmaq. Özdə xüsusi belə bir aksesuardan da istifadə eləmişəm. Çünki prezentasiyamın rənginə uyğundur. Çox həyəcanlıyam. Neçə həftədə hazırlayıram. Xəylə xanıma təşəkkür edirəm, onu bezdirdim. Elvin müəllimə təşəkkür edirəm. Şahin müəllim burada olmayaraq ona tez-tez yazırdım, o da geri dönürdü. Doğrudan həyəcanlıyam. Həyatımda bəlkə də çox ciddi hazırlaşdığım forumlardan biridir. Təqdimatıma çox vaxt sərf eləmişəm. İnşallah nə isə sizlə paylaşa bilərəm. İcazənizdən getdik. Görürsünüz mən buradan belə duranda. Okey, deməli, sizə belə bir xəbərim var. Dediyim kimi, çıxışım hekayələr və şəxsi təşəbbüslər, şəxsi müşahidələr üzərində qurulduğuna görə bunları bəlkə də subyektiv də qəbul edə bilərsiniz. Amma mən sizə o düşünmək üçün bir, belə deyim də, istəyirəm ki, belə fikirlər atam və siz sonra bu barədə düşünərsiniz. Sonra məni tapmaq çox asandır. Bizim məktəbimiz şəhərin mərkəzində yerləşir. Mən də gecə-gündüz oradayım. Tapamayanlar Aygün xanımdan soruşa bilərlər. O mənim yerimi yaxşı bilir. O da yönü. Facebookda da tapa bilərsiniz və ya da LinkedIn-də tapa bilərsiniz. Deməli, mənim təqdimatım mənə nə öyrətdi? Mən 2 həftə bunu hazırladığım müddətdə, yoldaşlar, hər gün slaydı dəyişmişəm. Niyə? Mənim komandam da buradadır. Xahiş edirəm onları alqışlayaq. Bizim məktəbin çempionlarının hamısı buradadır. Özü də innovasiya koordinatoru vəzifəsi yaratmışıq və ora çox möhtəşəm bir insanı uzun müddətdən sonra Gülşən xanım bilir, cəlb eləmişik Elvin müəllimi. O həm də bizim qazimizdir. Ona görə onu xüsusi alqışlayaq. İşlədiyi yeri müharibə başlayanda qoyub gelib döyüşüb gəlib. Sağ olsun, sonra da gelib Dubayda işləyib.
Yox, biz habıq, biz əməkdaşları paylaşmaqdan qorxmuruq, heç bir problem yox. Ona görə uşaqlar, nəyəsə səhv desəm, oradan bir dənə göz qaş edirsiniz. Gördünüz, çox şişirdirəm, xahiş edirəm, şəhər edin. Deməli, 2 həftə ərzində hazırlayanda hər gün dəyişmək məcburiyyətinə qaldım. Niyə? Çünki hər gün yeni bir şey çıxır. Məsələn, indi görərsiniz, 4 gün qabaq ChatGPT image çıxdı 16 dekabrda. Mən məcburan slaydıma dəyişiklik elədim. O isə idi, report buraxdı, məcburan ona sılq eləməli oldum. Və burada paylaşdığım bu Mustafa Süleyman müəllimdir. Xahiş edirəm ondan bir Google eləyib maraqlanın. Mən də tanımırdım, maraqlı gəldi. Google eləyin, amma biraz xahiş edirəm onların fəaliyyətinə, bu super intelligence timə yaxşı baxın. Bu canlı gedir də, səhv eləmirəmsə. Çox o barədə danışmaq istəmirəm, çünki siyasi məsələlərə keçmək bizim işimiz deyil, biz təhsil adamlarıyıq ki, təhsil siyasətin də içində var, amma təhsil siyasətinin. Amma baxarsınız, diqqətlə xahiş edirəm, baxarsınız, orada çox incə bir məqam var, ölkənin həm də ki, bu data centerlərin yaradılması, cənab prezident də bilirsiniz, vurğuladı, biz 2 data center yaratmalıyıq, süni intellekt mərkəzləri yaradılır, hökumət çox sıx işləyir orada. Maraqlandıracaq mövzu var orada, amma mövzum o deyil. Mustafa Süleyman elan eləyir ki, biz Microsoft'un tərkibində Super Intelligence Team yaratdıq, artıq yaratdılar. Bu nə deyir? Mən o tərəfinə baxmıram, texniki tərəfdən də sizə danışmaq qətiyyən fikrim yox. Çünki mənim innovasiya və texnologiya ilə bağlı başqa fikirlərim var. Mənə görə bu tool, alət, onu eləyək, LMS-dən istifadə eləyək və eləyirik onsuz da, hamısı həyatımızdadır, amma o deyil. Mən buna bir proses kimi baxıram və mənə görə proses daha vacibdir və maraqlıdır. Biz prosesin içində örgənlik və Şamil müəllim biraz qabaqlamaq istəyir. Yox, deməyim. İnşallah kitabı gəlir, oxuyarsınız, orada Şamil müəllim maraqlı bir konsept qoyub. Proses, belə deyim də, kvadrat deyil, yumrudur. Yəni, onu inşallah kitabında oxuyub bilərsiniz. Mən 100% razıyam o fikirlə. Burada nədir məsələ? Deməli, burada mövzudur ki, Süleyman deyir ki, Mustafa, biz abstrakt bir super intellekt deyil, yalnız insanlığa xidmət etmək üçün dizayn olunmuş, praktik və etibarlı süni intellekt texnologiyası yaradırıq, deyir. İndi görək bizim məşhur Michael Fullan nə deyir? Michael Fullan da eyni şey deyir. O təzə yazdığı, təzə deyəndə bir illik kitabdır artıq, təzə deyil. Dünən korporativimiz idi, uşaqlar sağ olsunlar. Bu kitabı qoyub sonra da auditoriya sual verir ki, tapın görək bu bizim əməkdaş kimdir? Hamı deyir ki, Tural müəllim, çünki o qədər danışmışam bu kitabda. Hamı məni onunla assosiasiya eləyir. Amma danışmaqdan da bezməyəcəm. 2 il qabaq Avropa-Azərbaycan məktəbinin səhnəsində mən bu kitabın bəzi detallarını açmışam. O kitaba görə mən 2 həftə bundan qabaq Dubaya getmişdim. MIT-nin Social Robot timi var. Çox məşhur professor var. Şəxsən onunla tanış olmaq şərəfinə nail oldum. Bu kitabdan tapmışam bunları. İndiki kitabların bu arada dizaynodur. Mənə görə bu da innovasiya və texnologiyadır. Kitablar balaca yazılır, amma içində referenslər çoxdur. Bir 100 səhifəlik məqalə və kitab, Brookings-də də elədir. 5 səhifə məqalə oxuyursan, amma bir də başını açsan ki, artıq 500 səhifə nəsə oxumusan. O auditlə məşğul olan mən olub yoxsa, mənim karyeramda auditdə olub. O skating deyilən bir format var, sən skate edirsən, yəni bir nöqtədən o birisi nöqtəyə öyrənməni dərinləşdirirsən. Mənə görə fərdiləşdirilmiş öyrənmə də konsepsiyası odur. Əgər holistik və authentic öyrənmədən danışırıqsa, o odur. Yəni biz skate eləməyi bacarmalıyıq. Michael Fullan isə bizi bəşəriyyət paradigmasından challenge edir. Deyir ki, bu bir bəşəriyyət paradigmasıdır. Eyni şey Mustafa Süleyman'a deyil, hangi dünyanın ən böyük şirkətlərindən birinin CEO-sudur. Özdə ən innovativ Copilot falan onların məhsullarıdır və gündən günə gücləndirirlər. Məsələn, A+1 məhsullarını ləğv elədilər dekabrda. Artıq biz offline rejimdə Word-dən istifadə edə bilməyəcəyik. Sonra ona görə pul ödəyirik. Mənasızdır, istifadə eləməliyik shared folderlərdən. Ona görə ki, Copilot inkişaf eləməlidir. O elə deyir və Fullanı tanıyanlar tanıyır, tanımayanlara məsləhət görürəm. Yenə də Google eləsinlər. O isə mənə görə yaşayan canlı təhsil filosofudur. O bizə bəşəriyyət paradigmasından xəbərdarlıq eləyir və təhsili 2 dövrə bölür. ChatGPT-yə qədər və ondan sonra. Və belə bir cümləsi var. Deyir ki, sosial intellekt və maşın intellekti arasındakı yarış əslində bu deyir filmə yarıdan baxmaq kimi bir şeydir. Sən kino başlayıb tutarırsan, ortasında gəlib girmirsən kinoya. Və biz ayılana kimi robotlar 80-ci illərdən bəri içimizdədir. Bilirsiniz, bu süni intellekt təzə mövzu deyil.
Və onlar işləyəndə, belə deyim də, o yatmır axı, o dayanmır, işləyir, amma biz insanıq da yatmalıyıq. Belə bir paradigma ilə, bu da nədir? Bizim hal-hazırda tətbiq elədiyimiz model də bu SBA modelidir. Brookingsdə Fuller deyilən, Fuller yasa çıxacaq. Kim Fuller yasa çıxacaq? SBA modelini izah eləyir. SBA nədir? Standartlaşdırılmış yanaşma təhsilə. Müasir kurikulum dediyimiz çərçivələrdə oradan gəlir. Texasda başlamış bir prosesdir. Dünya Bankı və digər təşkilatların da dünya bunu yaydığı bir modeldir. Bu nədir? A-B nöqtəsi, yəni təhsil fabrik modeli. Bu paradigma onu, belə deyim ki, sorğuluyur. Bayaq, səhv eləmirəmsə, Asif müəllim prezentasiyasında yuxarıdan aşağı, aşağıdan yuxarı. O, bu kitabda çox gözəl göstərilir. Ortalar, aşağılar onu modelləşdirir ki, bütün təşəbbüslər aşağı yerlərdən gəlməlidir. Yəni, məktəb dilində danışsaq, sinifdən, müəllimdən, təşəbbüslər oradan gəlməlidir. Yuxarı mərhələlərdə bu artıq qərar vermə mərhələsidir. Ona görə Michael Fullanla Mustafa Süleymanın hekayəsini araşdırmağı sizlərə buraxıram. Bunun texnologiya və innovasiya ilə əlaqəsi ondan ibarətdir ki, biri dünyanın ən texnoloji şirkətinin, ən texnoloji timinin başında durur. Adamlar super intelligence timi artıq yaratdı. Bu deməkdir ki, AI artıq generativ deyil. Yəni, sual yazsan, sadəcə sən yaxşısan falan. ChatGPT-də bilirsiniz də, yəni, glüsinasiya yaradır. Bir yerdən sonra sual vermək lazım deyil. Çünki artıq Samir müəllim videosuna baxmışam ondan bağlı. Bəli, Samir müəllim, elədir. Doğrudan elədir. Çünki yəni, ora çox da dirəşməyin də. Yəni, axırı hekayənin odur. Niyə? Çünki generativdir. İndi Mustafa müəllim deyir ki, da generativ olmayacaq. Bizi kimi düşünəcək? Bu arada mən bəzən ləhcədən istifadə edirəm. Onsuz da mən koçlarım danlayırlar ki, biraz daha yaxşı ləhcədə danış. Ona görə də üzr istəyirəm sizdən. Özümün asıl deyil. Deməli, innovasiyaya keçsək. İnnovasiya ilə bağlı təəssüf ki, mən bu materialların içindəkiləri sizlə paylaşa bilmirəm. Ancaq bu OECD-nin 2023 tooluna özünüz gəlib baxa bilərsiniz, o publicdir. Digər iki sənədi paylaşa bilmirəm, çünki biri CES-in hazırda kursundan keçirik. Özəl məktəblərə, Ədalət müəllim təəssüf ki, yoxdur. Mən onlara da tövsiyə edirəm ki, CES-in akreditasiyasına maraqlansınlar. Çünki onlar universitetlər üçün də əla imkanlar yaradırlar. Və orada mənim keçdiyim təlimin bir daha üst variantı yuxarı ali təhsil üçün də təklif olunur. Onların da innovasiyaya bir yanaşması var və onu innovasiya sikli adlandırırlar. Sağda dediyim isə o Nordic School-dur. Məsələn, mən MTK-da məndən işləyənlər bilir. O məşhur slaydımız, Business Intelligence necə yaranır, sonra biz R&D və Problem Solving-dən R&D-yə necə keçirik. Bu uzun bir yoldur. Biz bunu MTK-da 6 il eləyirik. Yəni, uzun yoldur, çətin yoldur, eləmək mümkündürmü? Mümkündür. Bax, oradakı bəzi modellərdən istifadə eləmişik. Ümumiyyətlə, bayaq dediyim kimi, innovasiya necə baş verir? Biz mifləri qırırıq, ideyamız olur, orada hansı komandalar girməlidir mövzuya, sonra hansı komandalar, o 6 papaq modeli, başda motivasiya veririk, işin axırıncı mərhələsində isə konkret addımlara keçirik. Yəni, çünki oradan o üzə mərhələ artıq menecerlər devrəyə girməlidir, çünki işi icra eləməliyik. Bunlara xahiş edirəm, Google eləyərsiniz, baxarsınız. Amma innovasiya nədir? İnnovasiya 2023 OECD hesabatına inansaq ki, ora referral çoxdur, CIS də ora əsaslanır, belə deyim. Odur ki, innovasiya icma üçün əhəmiyyət kəsb edən mənalı, aktual və məlumatlara əsaslanan dəyişiklikləri gücləndirən kompleks bir fəaliyyətdir. Bunu OECD deyir. Biz bunu fərqli-fərqli interpretasiya edə bilərik. Amma işin kökündə o durur ki, innovasiya dediyimiz, bilirsiniz də o Circus de Soleil deyilən bir məsələ var. Jiletin innovasiyası var. Rezvaların ağzını 45 dərəcə aşağı əyirlər, olur innovasiya. Bəzən innovasiyadır, biz belə böyük laboratoriyalar falan kimi görürük, amma elə deyil. Təhsildə isə bu daha çətindir. Çünki biz şagirdlərdən, müəllimlərdən, insan həyatından danışırıq. Hər eşitdim, mən o qədər şeylər eşitmişəm. İş getmədiyim təşkilat, görmədiyim report, biraz böyüklük kimi, böyük danışmaq kimi çıxmaz, amma oxuyuruq da o baxımdan, yəni alçatandır. İngilisini biləm, açıram, oxuyuram, bilməsəm də ChatGPT-də tərcümə edib oxuyuram, yəni artıq o dövr. Hərə bir şeydən danışır, amma işin mahiyyəti birdir. Alqoritmi birdir. O alqoritmi biz tapan, o istiqamətdə düşünməyi bacaran
menecerlərə ehtiyacımız var. Və bir dənə də söz deyim ki, mənə görə leadership və menecerlik bir şəxslə bağlı deyil. Mənim Təhsil TV-də bir verilişim var idi. Adı da öyrənmənin üfüqünün. Orada mən təhsil liderləri deyəndə hamı nəzərdə tutub, məktəbdəki bağbanlar da belə. Öz bağbanımızda misal çəkirdim ki, mənim məktəbimdə bir bağban var. Mən ona demişəm ki, əgər buradan bir dənə yarpaq solsa, biz səndən yəqin ki, dalaşacaq. O məndən çox gəzir məktəbi. Çünki mənə görə bizim məktəbimizin içindəki yaşıl ağaclar da mənim tələbələrim. Daha doğrusu bizim məktəbin tələbələri. Biz onlara da həssaslıqla yanaşırıq. Bu qədər leadership bir-birinin içinə girən prosesdir. Təbii ki, kimsə bunu aparmalıdır. Fərqlənə bilər, onların içindən biz seçə bilərik, amma istənilən halda bu bir komanda işidir, burada proses var, o prosesi idarə etmək lazımdır. Məsələn, innovasiya həyata keçirməkdən ötürü 4 mərhələni deyə bilərəm sizə. Bu konfidensial deyil, bu barədə siz düşünərsiniz, amma bu da bəzi modellərə söykənir, Quran ayəsi deyil. Maraq, həvəs, icra və təsir. Bu nə deməkdir? Bayaq çıxışçılardan da bir nəfər dedi ki, bəli, biz dəyişikliyi həyata keçirmək üçün hansı məlumatları toplamışıq, hansı dərin məlumatlarımız var, hansı insightlarımız var, niyə eləmək istəyirik onu? Yoxsa Tural OECD-dən nəsə oxuyub, gəldi, girdi, yığdı hamını, dedi ki, məsələn, Cənab Şlexer belə bir konsept irəli sürüb. Gəlin onu eləyək. Eləyək, amma bu barədə bizim dərin anlayışımız nə qədər? Mənim universitetdə texnologiya üzrə bir professorum var. Onun da kitabını sizə tövsiyə edirəm. Blended Leadership deyilən bir kitabdır. Adı da Reşan. Google yazsaz taparsınız. O mənim müəllimim olub. Cavan oğlandı. Kolumbiya Universitetində bu kabelləri ki, bir-birinə belə birləşdirmək üçün JAG deyirlər. Elə başlayıb, indi orada professor, texnologiya üzrə. Ona imkanı yaradıblar. O bizə təhsildə texnologiya kursunun sonunda danışırdı nədənsə. Və mən ona sual verirdim ki, mən bunları gedib məktəbimdə eləmək istəyirəm. Məsələn, design thinking. Elnur mənim də design thinkingdən danışdı. Razıyam, design thinking çox vacibdir. Amma o mənə belə bir sual verdi. Dedi ki, sənin çalışdığın müəssisədə bu istiqamətdə düşünən neçə nəfər var? Mən təbii ki, o suala cavab verdim. Amma mənim mesajı buydu ki, tool vacib deyil. Design thinking, mən deyirdim ki, pulla götürüm. O dedi ki, Stanford Universitetində online pulsuz kurslar var onunla bağlı. Götürə bilərsən. Mövzu deyil. Mövzudur ki, biz bu işin nə qədər insightlarımız var və bizim ətrafımızdakı o ekosistemlər deyirik, böyük, balaca, onlar nə qədər hazırdır buna? Mövzudur. Sonra bu dəyişiklik üçün məqsədimiz nədir? İcma burada nə əldə eləyəcək, biz sonra onu necə ölçəcəyik, sonra nəticəmiz nə olacaq, kimi mərhələlərindən biz innovasiyanı tətbiq edə bilərik. Sonra dediyim kimi bu hesabata baxmağınızı tövsiyə edirəm. Bu zamanda mən bir süni intellekt toolundan istifadə eləmişəm. Buna görə təşəkkür edirəm cənab Bankiniyə. O bizi ECIS deyilən bir platformada keçən və dəvət eləmişdi. Avropa Azərbaycan məktəbində təşkil olunmuş bir foruma. Orada möhtəşəm bir təlimçi gəlmişdi. Mən zövq aldım. Mən təəssüf ki, onu qədər belə əla təqdimət eləmək bacarığım yoxdur. Xanımın hekayəsi buydu. Xanım DP proqramı var, bilirsiniz IB-nin. Yuxarı siniflər üçün tətbiq olunur. Orada riyaziyyat kurikulumunu yazan şəxslərdən biridir. Və böyük bir məktəbində CEO'su olub, özünün dediyinə görə valideynlərin çox ona şikayət bezdirib o işdə. Ona görə indi keçib konsultasiya ilə məşğuldur. Təbii ki, o zarafat edirdi. O paylaşdı bizdən, mənə də maraqlı gəldi. Bizim komandada istifadə edir. Notebook LM deyilən belə bir süni intellekt toolu var. Bu, Samir mənim, ChatGPT kimi deyil. Bu, adama özündən belə fiksiyalar uydurub deyə bilmir. Çünki sən nə material verirsənsə, ancaq onu sən araşdırıb verir. Tədqiqatçılar üçün mənə möhtəşəm bir şeydir. Kaş mən oxuduğum müddətdə bunlarda biraz canım qutarar. Məsələn, mən bu reportu bura yükləmişəm və o mənə belə bir roadmap verib. Gördüyünüz kimi orada oxlar var, hələ mən tam böyük göstərə bilmirəm. Siz onları hər basdıqca, o sizə onu summarize edir və əsas elementlərini verir. Siz hətta podkast hazırlaya bilərsiniz bundan bağlı. O orada sizə podkast hazırlayır verir. Üçüncü şəxs kimi onu dinləyirsiniz. İndi siz düşünün ki, siz bu tooldan istifadə edib sinifə girirsiniz. Bayaq dediyimiz o şagirdlər, alfa nəsli. Bizi dinləməyəcək. Təbii ki, niyə dinləsin ki? Məsələn, baxın, siz artıq istəyirəm ki, məni dinləmək istəmirsiniz. Çünki doyma həddi var da, dayandı. İnformasiya çox olur, dayandı. O şagirdlər bizi niyə dinləsin ki? Onlara maraqlı deyil.
Amma siz onlara düşünün ki, bu platformalardan mənim hüquq professorum var idi. Çox üzr istəyirəm, mən universitetimi belə reklam eləmək falan fikrim yoxdur, məni tanıyan onsuz da tanıyır. Amma deməliyəm, o insan hüquq dərsi keçirdi bizə. Qocaman hüquq professorlarından biri də universitetin ərinmirdi. Hər gün axşam bizə səhər keçəcəyi kursun podkastını hazırlayıb göndərirdi. Və kimlə bir yerdə? NAS deyilən bir qurum var. CS-in Amerikan variantı. Onun rəhbəri Debra mənim müəllimim oldu. O ikisi bir yerdə keçirdi. Debra ilə bunlar ərinmirdilər. Hər gün bir gün qabaq oturub 50 dəqiqəlik podkast hazırlayırdılar. Amma notebook eləmdə yox, özləri canlı. Onu da bizə göndərirdi. Deyirdi ki, bu personalized learning ilə bağlı deyirəm ha bunu. Əlaqəli. Ki uşaqlar Amerikan mədəniyyətində səhər-səhər durub qaçmaq var. Parkda falan, kofe içməyə getmək. 5-də falan. Deyirdi səhər durub qaçanda buna da qulağa. Bir dənə də gecə oxuyanmazsınız, materiallar çoxdur, təhsil ağırdır. Qaça-qaça buna qulaq asarsınız çayın qırağında, buradan da öyrənərsiniz. Yəni, bax bu qədər holistik, bayaqdan dediyimizi mən professorumun, 70 yaşlı professorumun icrasında görmüşəm və nə qədər həssaslıqla yanaşırdı ki, biz öyrənək. Ona görə insight çox vacibdir. Əgər dəyişim eləməksənsə, insight, içinə girməlisən, bilməlisən, maraq göstərməlisən və öyrənməlisən. Notebook eləm. Hekayəsi bundan ibarətdir. Atabəy müəllim ondan istifadə edib. Keçən bizim Parent Teacher Association-da podkast hazırlamışdı və biz valideynlərlə bir yerdə ona qulaq asırdıq. Bu qədər sadə. Yəni, mif artıq yoxdur. Mif yoxdur. Burada isə gəlirəm, yenə qayıdıram cənab Şlexerin hesabatlarına. OECD-nin belə bir təzə trendlər deyilən bir 2025 hesabatı var. O hesabatlarla bağlı, deməli, Glasgow Universitetində oxuyan, əgər bizə də baxsa, buradan salam deyirəm, mən tanımıram onu, Facebookda çıxdı qalama, Minara xanım adında bir şəxs Facebook hesabında bu hesabatlara möhtəşəm bir rəy verir. Bizim həm yerlimizdir, Glasgowda hal-hazırda PhD eləyir, məsləhət görəm onun Facebookunu izləyin. Yəni, mən ürəyimdən keçənləri Minara xanım o qədər möhtəşəm, mən o qədər elə gözəl yazamıram, yazsam gündə bir yazı yazardım. LinkedIn-də, amma yazamıram. O beynəlxalq hesabatların bu tip necə faydalı olduğunu bizə göstərir. Hansı dildə danışdığını göstərir. Yəni, cənab Şlexer demir, belə eləyin. O deyir ki, belə şeylər ola bilər. Düşünün bu barədə. Məsələn, mən indi sizə bu radical globalization-ın məsələsindən danışacağım. Baxın, əgər bu ssenari ilə geçsək, belə bir şey baş verəcək ki, dünyada radikal, bu karbon emissiyası məsələsi gündədir, CO2. Onun üzərində biz o qədər işləmişik ki, artıq dünya 2040-da o həddə çatıb ki, hər şey lokallaşıb. Lokallaşma baş verib, icmalar öz qidalarını yetişdirir, enerjilərini istehsal edir. Bu vəziyyətə gəlib çıxmışıq, sol tərəfdə. Hekayənin sağ tərəfi isə təhsil burada neynəməlidir. Amma Minara xanımın təbirincə desək, bu təhsil üçün artıq təhsilə bir tapşırıqdır deyə bir şey yoxdur. Çünki təhsilin özü də paradigmanın içindədir. Böyük bir 4-cü sənaye inqilabı deyilən bir şey də artıq başqa bir mərhələyə keçib. Biz də onun içindəyik. Biz bunu kənara qoyub yanaşa bilmərik artıq. Elə bir şey yoxdur. Prosesin içindəyik. Məsələn, təhsil müəssisələri icma mərkəzlərinə bağlıdır bu ssenaridə və onlar vasitəsilə böyüklər üçün təhsil, məşğulluq və digər ictimai xidmətlər təqdim olunur. Yəni, lokallaşma baş verir. Ancaq yeməyə görə yaşayırıq. Təhsil də məcburdur ona uyğunlaşsın. İndi sizə Elnurun hekayəsini istəyirəm paylaşam. Və təbii ki, orada belə bir sualım da varsa fikirləşərsiniz bu barədə ki, trendləri və hesabatları izləmək sizcə müasir idarəçilik üçün bu bir xəyalpərəstlikdir, passiondır. Yəni, mən çıxıram burada OECD-dən danışıram, bir iki dənə ingilisində qəşəng söz deyirəm, belə yaxşı görsənləm. Odumu? Yoxsa bu doğrudan da planlamaq üçün faydalı mı bir şeydir? Məsələn, 14 yaşlı Elnurun hekayəsi. Elnur kənd təsərrüfatından maraqlanır. Niyə? Çünki globalization baş verib. Bu da onların terminidir. Belə bir termin yoxdur təbii ki. Hesabatın dilidir. Və o biyotexnologiya ilə maraqlanır falan, amma bütün dünya onlayn təhsilə keçdiyinə görə ancaq öz rayonunda oxuya bilir. Digər rayonlara keçə bilmir. Çünki dünyada yaşamaq elə də asan deyil. Kimi maraqlı bir hekayədir. Bu hissədə mən sizdən bir şey soruşmaq istedim. Sizcə bu hekayələr mənim özümün xəyalımın məhsuludur, yoxsa mən bunu adansa götürmüşəm? Nə fikirləşsiniz? Bəli.
ChatGPT-dən istifadə eləmişəm. Ola bilər. Sonra biraz xəyalımın məhsuludur. Sonra oxşar hekayəni dəyişmişəm. Ola bilər. Özüm yaşamışam bunu. Düzdür, mən kənddə də yaşamışam, bəli. Amma yay aylarında. Xəyalımı ChatGPT-yə danışmışam, o da mənə hekayə verib. Sonra. Real? Real hekayə. Real həyatdan hekayədir. Təşəkkür edirəm hamınıza. Bütün opsiyalar təbii ki, mümkündür danışdığım şeylərin əsasında, amma müəllim dediyi kimi bu olmuş bir şeydir, amma prosto ingilisini Azərbaycana tərcümə eləmişəm. Bu hekayə həmən hesabatdan. O hesabatın gücü ondadır ki, OECD'nin Michael Fullanın kitabı da elə yazıb. Ona vinet deyir. Vinetka bizim dillə desək. Hekayələrlə göstərir. Ki, məsələn, bu olacaq, orada hansısa məktəbin hekayəsini yazır. Burada isə o Elnur deyildi, mənim adı başqaydı, mən o Elnur'a dəyişmişəm, özüm də bilmirəm, niyə, nəsə oxşar adıydı. Və bu hekayə həmən hesabatdadır. Və bu hissədə gördüyünüz hər bölmənin 3 mərhələdə göstərirlər. Transformativ, dağıdıcı və davam edən. Mən transformasiyadan xoşum gəldiyinə görə onu seçdim və bu radikal, bu qlakallaşma ilə baş vermiş hekayədir və orada belə hekayələr çoxdur. Ona görə dediyim kimi, hekayələşdirmək çox vacibdir. Mən burada bir dənə də haşiyə çıxıb sizi Burke-la tanış eləmək istəyirəm. Burke-Litvin modeli var. Mənim oxuduğum institutun adı belədir. Təhsil kolleci. Onun tərkibində Təşkilatı İnkişaf və Liderlik Departamenti. Onun da tərkibində özəl məktəblərin idarə olunması üzrə Liderlik Fakültəsi. Və bu fakültənin yaradıcılarından biri bəli, John Dewey olub məsələn vaxtilə. Sonra Burke da bu institutda işləyib. Burke Təşkilatı İnkişaf Konsepsiya OD deyirlər. Ümumiyyətlə atalarından biri sayılır. Hansı ki, məsələn, Big Four-u qəbul eləmir. O biraz başqa cür yanaşır. Bu yaxınlarda Ad Universitetinin tələbələrlə danışırdıq. Orada təşkilatı mədəniyyətdən danışmamı xahiş elədilər. Burke-a görə təşkilatı mədəniyyətin prosesinin özü antropolojidir. Mən bu fikir çox cəlb elədi. Bu nə deməkdir? Bu o deməkdir ki, bayaq kimləsə danışdım mı özdə çöldə? Nasıl mənim? Deməli, hər müəssisənin özünün nələr var. Məsələn, bu bina var, bizə maraqlıdır da. Niyə bu rəngdədir? Niyə burada bu ornamentlər var? Hardan gəlir bu? Bina danışır. Bina söhbət edir, düzdürmü? Biz təhsildə buna çox önəm veririk ki, məktəbə gələndə məktəb səndən söhbət eləsin. Uzun hallwayləri daha heç kim qurmur. O keçmişdə qalır. Deyirik, bəziyin, blended learning, yəni siniflər qavaq belə idi, indi belə qoyun. Başa düşürəm. Amma bəlkə də elə yer var ki, belə qoyanda uşaq yaxşı öyrənəcək. Onu biz nə bildik? Bu antropoloji yanaşmadır və mədəniyyəti belə formalaşdırırlar. Yəni, dil, yanaşma, üslub, jargon çox önəmlidir hər müəssisədə. Və sən təşkilatın mədəniyyəti dəyişəndə təşkilatın ən vacib elementinə toxunursan. Bu transformativ prosesinə toxunursan. Orada iki yerə bölünür. Transactional, transformative. Yəni, transactional odur ki, su gəlmədi, qaz getdi, HR yaxşı işləmədi, pulu vermədilər, budur. Amma transformational, bu başqa şeydir. Və bu da culture-la bağlıdır, mədəniyyətlə bağlıdır. Mədəniyyətə isə o deyir ki, gəlin antropoloji yanaşaq ki, mən də ora doğru meyllənməyə başlamışam, o istiqamətdə düşünürəm, sizə də məsləhət görürəm ki, baxın, ona görə hekayələr çox vacib. Burada deməli, ilk öncə onu deyim ki, bu şəkil süni intellektin məhsuludur. Belə bir şey yoxdur. Mən sadəcə özümü, xəyalımı qurmuşam ki, mən, yenə də məni bilənlər bilir ki, mən gələcəkdə profesor olmaq istəyirəm. Bunu çox elan eləmişəm, yəni o yolda getmək istəyirəm. Profesor deyəndə, yəni istəyirəm ki, elm dalından davam edəyəm, menecerlikdən. Və özümü həmən institutların birinin tərkibində və belə səhnədə, podiumda soruşdum. Bu ChatGPT dekabrın 16-sında imici buraxdı, bilirsiniz. Və orada belə bir şəkil yığdım, dedim ki, auditoriyada danışacağım. Çətin auditoriyadır, menecerlərdir. Elə ki, wow effekti yaransın, bəyə aha var idi, aha, onun wow variantı yaransın. O da yaranmadı. Açıq indi ona geri dönəcəm ki, sonra yaxşı şəkil verməmsən. Çünki belə var ki, bu nədir? Nədir mövzu? Deməli, süni intellekt hara gedir? Bayaq dedim, Mustafa Gil süni super intelligence team yaradır. Ondan başqa yaradıcı işlərdə dəstək. Baxın, mən bu teksti yazmışdım, şəkil yox idi, başqa şəkil idi. Sonra 16 dekabrda bu çıxdı, ona görə bunu yaratdım və ikinci dediyində artıq yerinə düşdü. Yaradıcı işlərdə dəstək. Yəni, ChatGPT imici çıxartdı, onu da inteqrasiya edib
bütün pulsuzda da istifadə edə bilərsiniz. Pulluda nələr edirsiniz, ümumiyyətlə, yəqin ki, daha fantastik. Bu da nədir? Mənə tövsiyə elədi ki, auditoriya denən ki, söhbət insana əvəz eləməkdən getmir. İnsanın potensialını gücləndirmək üçün biz bundan istifadə edirik. Bu nə deməkdir? O artıq məni görmədən, bilmədən mənim verdi. Ora bir şəkil vermişdim, orada mənim simamı gördüyünüz kimi, olduğu kimi götürüb ora qoyub. Amma bu məncə zəif bir şeydir. Bundan da daha güclü şeylər yaratmaq mümkündür. Süni intellektdə bura doğru gedir. Burada bəzi toollar var. Məsələn, mən bunu özüm Canva-da yığmışam. Bu təbii ki, böyük bir şey deyil. Biz Canva-nı, Elvin müəllim sağ olsun, bizim innovasiya üzrə koordinatorumuz. Artıq biz onu enterprise formada istifadə edirik MTQ-da, sizə tövsiyə edirəm. Yəni, müəllimlər orada hər şey deyə bilər, hər şey. Dərs hazırla, şagirdlə bölüş, müəlliminlə bölüş, nə istəyirsən elə, nə istəyirsən. Əvvəl vaxt elədiyin o slaydlara vaxt çox az istifadə edirsən. Canva-nı reklam eləmək fikrim yoxdur. Sadəcə olaraq deyirəm ki, belə bir tool da var. Notebook LM dediyim kimi çox möhtəşəm tooldur və digər, yəni akademik tədqiqat üçün, video kontent üçün, dərs planlama üçün, bir də təbii ki, prezentasiya toollar üçün istifadə edə bilərsiniz. Magic School da çox maraqlı platformadır. Onu da istifadə edə bilərsiniz, amma bu son deyil. Yəni, son deyil, bunun ucu qulağı yoxdur. Çox təəssüf ki, vaxtımız az idi. Bəlkə də növbəki görüşlərdə sizinlə ümumiyyətlə təhsildə texnologiya içində, təhsilin böyründə, yanında kimi formatlarda danışa bilərik. Bunlar təhsilin yanında olan formatlardır. Bir dənə də modeli sizə demək istəyirəm. Bu təhsilin içində olan tool kimi desək, bu Summer modelidir. Yəqin ki, istifadə edənlər olub. Ümumiyyətlə, texnologiya necə tətbiq olunursa bir platformada, məktəb keysində də onu göstərir. Hansı mərhələlərdən keçir. Çox detallarına getmirəm, baxarsınız. SA bu gücləndirmədir. MR bu transformasiyadır. Məsələn, dediyim kimi Zoom-un hekayəsi var idi. Bu mənim tapşırığım idi. Onu sadəcə olduğu kimi sizə göstərmək istədim. Məsələn, Zoom bu 4 mərhələdən necə keçdi və biz bunun şahidi olduq. Mənim yadımdadır, pandemiya dövründən bir neçə həftə qabaq bizim texnologiya üzrə direktorumuz bizə məsləhət görmüşdü ki, biz məsələn istifadə edə bilərik bəzi platformalardan, amma biz dedik ki, hazır deyilik ona. Amma pandemiya baş verdi, 2 gün içində Aygün Xamci komanda ilə onlayn təhsili yığdılar. Yəni zaman bizi məcbur elədi ki, biz o illərlə eləyə bilmədiyimizi 2 günə yığdıq. Yəni, o barədə düşünmək lazımdır və bu modeli də xahiş edirəm baxarsınız, onun Bloom taksonomiyasından da integrativ forması var. Yəni, eyni alqoritmik yanaşmadır, eyni, alqoritm eynidir. Sadəcə yox, biz fərqli toollardan istifadə edə bilərik. Bu isə bizim yoldaşlarım sinifdə biz necə edirik bu innovasiya və texnologiyanı çox sadə. Mən əminəm ki, siz deyirsiniz, hətta bəzi dövlət məktəbləri bizdən də yaxşı edir. Ola bilsin. Yəni, müəllim biz buna BYOD deyirik, şagirdlər öz cihazını gətirir. Amma burada əsas məqsəd odur ki, biz şagirdlərlə bir yerdə işləyirik. Bizim müəllimlər girir, toollara baxır, müəllimləri yetişdirirlər, paralel şagirdlərlə də işləyirlər. Bunu bir kompüterlə də eləyə bilərsiniz, 5 kompüterlə də eləyə bilərsiniz, böyütmək lazım deyil. Əsas odur ki, biz bunu edək. Sonda isə, orada LinkedIn var, o götürə bilərsiniz. Sonda mesajım budur ki, yoldaşlar, Neurodünya xoş gəlmisiniz. Biz artıq Neurodünyanın içindəyik. Bu isə mənim yazacağım kitabın başlığıdır. Üzərində işləyirəm, inşallah təqdim eləyərik. Bu Neurodünyadır. Başlanğıcın yeni başlanğıcıdır. Bunu 10 il qabaq düşünürdüm, amma artıq içindəyik və təəssüf mü deyim, bilməm, yoxsa sevinəkmi, biz ona doğru gedirik. Mesajım nədən ibarət idi? Siz prezentasiya boyu yəqin ki, belə bir şey fikirləşdiniz ki, aha, nəsə öyrəndim, yox. Aha, Tural müəllim nəsə deyəcək, yox. Belə bir fikriniz yanında əminəm. Mən bunu prezentasiyanı qəsdən belə hazırlamışam. Arxada görsünüz, çoxlu şeylər oynayır. Maraqlı şeylər var. Bu çətin bir şey deyil, Canva-li bu, mən eləməmişəm. Yəni, mən belə xüsusi bacarığım deyil. Məqsəd o idi ki, mən sizə çox şey dedim bəlkə də, amma heç nə demədim, bağışlayın buna görə. Neurodünya belədir. Bizə çox şeylər deyəcəklər. Arxada illüziyalar var, hər şey fırlanır. Çox gözəl şeylər var. Amma bəzi məqamlarda biz özümüz bilməliyik ki, oradan nəyə götürək. Və səriştədən danışsaq, bəli, spiritual intelligence artıq
Artıq bu fakt. Bir ara biz emotional intelligence-dən danışırıq, o artıq keçmişdə qaldı. İndi biz daha yeni şeylərdən danışırıq. Və alqoritm biz səriştanın içində olan dəyərlər blokuna, bacarıqlara, yanaşmalara çox önəm vermək. Hansı ki bizim təhsil haqqında standartlarımızda da var. Eyni şeydir. Sadəcə biz sərçivəyə fərqli yanaşırıq. Son mesajım ondan ibarət olsun ki, yoldaşlar, gəlin çox da illüziyalara allanmayaq. Təhsil həmişə təhsildir, alqoritmi dəyişmir, öyrənən var, öyrədən var. Fərqli metodlar ola bilər, amma illüziyalara allanmayaq. Nə öyrənmək istəyiriksə ona fokuslanaq. Təşəkkür edirəm. Tural müəllimə çıxışı üçün təşəkkür edirik və istəyirik sizə sponsorlarımızdan hədiyyələrimizi təqdim edək. Almaq daşıyırıq. Təşəkkürlər. Siz yaxınızın adi duz deyil. Azərbaycan xəritəsi üzərində əks olunduğu bir duzdur. Üzr istəyirəm. Duz həm də dostluğun, əbədiliyin simvoludur. Bəli, buyurun. Çox sağ olun. Mənim dostluğum. Tural müəllimin çıxışından sizin anladıqlarınızdan da ziyadə mən bir məsələyə fokuslandım. Danışığında daha çox komanda işindən bəhs elədi məncə Tural müəllim. Belə forumlar bizə həm də ona görə fayda verir ki, biz burada belə forumlarda daha çox sosiallaşırıq, yeni insanlarla tanış oluruq və onlardan öyrənirik, komanda halına gəlirik və daha gözəl işlər görürük.